Aha. Deməli, 7-ci sınavımız səhv eləmirəmsə dedik həzm sistemi, ifrazat, cinsiyyət sistemi, analizatorları əhatə edir. Aha, deməli, birinci sualımız Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Zülal və yağlara aid olan diaqramdır. 1 qramının parçalanmağından 17,6 kilojul enerji ayrılır. Bu zülallara aiddir. Deməli, biri yazdıq Aya. Bərk və duru halda olur. Yağlara aiddir. 1 qramının parçalanmasına 38,9 kilojul enerji ayrılır. Bu da yağa aiddir. Üzüm maddədir. Hər ikisi böyümə, inkişaf, yaraların sağalmasını təmin edir. Zülallara aiddir. Deməli, 5-i də yazdıq bura. 1, 5, 4 və 2, 3. B variantı olur. Birinci sualımızın doğru cavabı. Devam edirik növbəti sualımızla. İkinci sual. Ağıl dişləri nə zaman çıxır? Ağıl dişləri geçmişdə ki 16 yaşından sonra çıxır. D variantı doğru cavab. Üçüncü sualımızda sxemi tamamlayın. İnsanda ağız boşluğunda kəsici və kiçik yazı dişlərinin sayı 8 ədəd olur. Ona görə A'ya kiçik yazı aiddir. 2 dənə kiçik yazı var. B'də biri köpək, biri isə böyük yazıdır. Sayı 4 ədəd olan dişlər, bunlar köpək dişləri olacaq. Ona görə də B'yə də köpək dişləri cavabımız olur. B variantı. Dördüncü sualımız. Hansı ifadələr doğrudur? Deməli, qaraciyərə aid olan fikirlərdən X, Y, yəni ona aiddir. Z, T ona aid deyil. Yəni, əgər bu şəkildə olsa, biz doğru götürərik. X qarın boşluğunda yerləşir. Bu qaraciyərə aiddir. Plus qoyulub, ona görə doğrudur. Z öd hazırlayır. Bu əslində aiddir, amma minus qoyulduğuna görə yanlışdır. Y glukozanın artığını glikogenə çevirir. Bu doğrudur. Plus qoyulduğuna görə də doğru götürərik. Z zərərli maddələri daha doğrusu T zərərli maddələri zərərsizləşdirir. Bu doğrudur, amma minus qoyulduğuna görə yanlışdır. Y sellozanın bakterial parçalanmasını təmin eləyir. Bu yanlışdır, amma plus qoyulub. Ona görə səhv götürürük. Z döş boşluğunda yerləşir. Bu yanlışdır. Minus qoyulduğuna görə doğru götürərik. Deməli, 1, 3 və 6 C variantı olur. Sualımızın doğru cavabı. 5-ci sualımız. Göz və qulaq üçün ümumi olan xüsusiyyətləri müəyyən edin. Reseptorlar dalğa şəklində olan qıcıqları qəbul edir. Bəli, birində səs dalğası, birində işıq dalğası bir doğrudur. Yarımkürələr qabının alın payı ilə idarə olunur. Bu heç birinə aid deyil. Başda yerləşir, ikisinə də aiddir. Burun udlaqla əlaqələnir, bu qulaqdır. Duyğu orqanıdır, hər ikisi. Yəni 1, 3, 5 olur doğru cavabımız. Dəridəki reseptorlar hansı qıcığı qəbul etmir? İşığı qəbul etmir. Y variantı olur doğru cavabımız. 7-ci sualımız yeniyetməlik dövrü ilə bağlı verilən fikirlərdən hansı yanlışdır? Boyda və çəkidə artım müşahidə olunur, doğrudur. Ölkəmizdə qızlarda 13-14, oğlanlarda 10-12 yaşlarında müşahidə olunur. Bu yanlışdır, çünki əksinədir. Qızlarda 10-12, oğlanlarda 13-14 olmalıdır. B variantı doğru cavab. Eyni yumurta əkizləri bir ciftə malik olurlar, bir zigotdan inkişaf edirlər. Elə 1-2 doğrudur. Cift sayı əkizlərin sayı qədər olur. Bu müxtəlif yumurta əkizinə aiddir. Fərqli cinsə malik ola bilər. Bu da müxtəlif yumurta əkizlərinə aiddir. Yəni 1-2-ni götürə bilərik. 9-cu sualımızda dəri haqqında verilmiş fikirlərdən hansı doğrudur? Ən alt qatı dermadır. Deməli, ən alt qatı dərialtı pi qatıdır. Bu yanlışdır. Epidermisin üst qatının hüceyrələri canlıdır, xeyr, ölüdür. Pi vəzləri dərialtı pi qatında yerləşir, xeyr, derma qatında yerləşir. Ən qalın qatı dermadır, bəli, doğrudur. Uşağın doğulduqdan sonraki inkişaf dövrləri, birinci dövr olmalıdır.
Çağa veya yeni doğulma dövrü, yani 3. Sonra olmalıdır südəmər dövr 5. 3-5 ilə başlayan A variantı olur. Sonra yaslı dövrü 4 doğrudur. Bağça dövrü, sonra məktəb dövrü. A bəndə olur doğru cavabımız. Birinci əlaqəyə əsasən ikinci əlaqəni tamamlayın. Dilin ucu şirin, dilin arxası acı. Yəni Y variantı. Cəzvələ əsasən uyğunluğu müəyyən edin. Göz alması və gözün köməkçi aparatı. Yəni göz almasına A aid olacaq, gözün köməkçi aparatına B aid olacaq. Baxsaq, kirpiklər olmaz, torlu qışa ola bilər, amma ağlı qışa köməkçi aparata aid deyil. Deməli, büllür ola bilər, bəbək yenə də köməkçi aparata aid deyil. Buynuz qışa olmaz, büllür və qaşlar Y bəndi doğru cavabdır. 13-cü sual, silik toplayıcı borucuqlar açılır, böyləklərinə A variantı olur doğru cavab. 14-cü sualımız, sol yumurtalıqda 20 yumurta hücrənin yetişdiyi müddət ərzində sarı cisim neçə həftə hormon ifraz edəcək? Deməli, sol yumurtalıqda 20 yumurta hücrə yetişibsə, deməli, ümumilikdə 40 yumurta hücrə yetişmiş sayılır. Yəni, 20 dənə də sağda yetişəcək. Və hər birisində də sarı cisim 2 həftə hormon ifraz etdiyinə görə 40-ı da 2-yə vurarıq, eləyəcək 80. Yəni C variantı sualımızın doğru cavabı. Yetkinlik dövrü hansı yaş aralığını əhatə edir? Yetkinlik dövrü 22-60 yaş aralığını əhatə edir. B variantı. Sxemdəki rəqəmlərin yerinə uyğun gələn sözləri ardıcıl qeyd edin. Deməli, təqribən 2 ay davam edir, bu rüşen dövrüdür. Ciqot bölünərək çoxu girərli rüşen əmələ gətirir, bu başlanğıc dövrdür. 3-cü ayla başlayır, bu da döl dövrüdür. B variantı olacaq doğru cavabımız. Sonra 17-ci sualımız, hansı vəzlərin funksiyalarının intensivləşməsi nəticəsində ətraf mühitə uyğunlaşma qabiliyyəti, infeksiyalara, soyuq dəyməyə qarşı cavab reaksiyası yüksəlir. Bu olacaq hipofiz və böyrək üstü. Y variantı doğru cavabımız. Sidik axırları və sidik hissəsi üçün ümumi deyil. Demək, qarın boşluğunda yerləşməsi elə bu ola bilər məncə. Amma digərlərində baxaq. Divarında sayı əzələnin olması ümumidir. Sidik ifraza sisteminə aid olması ümumidir. Son sidiyin daşınması ümumidir. Lazımsız maddələri xaric etməkdə iştirak etmək deməli iştirak edir. Yəni, A bəndi olar, çünki sidik axarları həm də çanaq, belə deyək də, sidik axarları deyirəm. Sidik hissəsi çanaq boşluğundadır, sidik axarları qarın və çanaq boşluğunda. Deməli, 18 A bəndi, insan üçün hansı şiddətdə olan səslər daha çox təhlükəlidir? Bu, 90 desibeldən yuxarı olanlardır, B variantı. Siqaretin mənfi təsirinə aid olmayan, deməli, damarların daralması aiddir. İnsanın tez qocalır, aiddir. Ani ölüm təhlükəsi yaradır, bu aid deyil, bu şeyə aiddir. Alkoqola aiddir. Cədvələ əsasən A, B və C-ni müəyyən edin. Deməli, A, B və C-ni müəyyən edin. Y vitamini sutkalıq normasının maksimal miqdarı 10-15 idi. Maksimal 15 götürərik. D vitamini minimumdursa %2 götürərik. C vitamini minimumdursa 50 mg götürərik. A variantı olacaq. Doğru cavab. Hansı ifadələr doğrudur? İnsan orqanizmində böyrəklər qarın boşluğunda yerləşir. Doğrudur. Sutku ərzində yaranan X sidiyin miqdarı 150-170 litrdir, doğrudur. Sutku ərzində yaranan son sidiyin miqdarı 1500-1700 litrdir, bu yanlışdır. Nefronların sayı sidik toplayıcı borucuqların sayından çoxdur, bu doğrudur. X sidiyin tərkibində zülallar, yağlar
Glikogen və sair maddələr olur. Zülallar, yağlar, glikogen və sair maddələr olur. Deməli, ekşilikdə olmur bunlar, yanlışdır. Hər börekdə təqribən 2 milyona yaxın nefron olur. Xeyr, 1 milyona yaxın nefron olur. Deməli, 1 doğruydu, 2 doğruydu, bir də 4 doğrudur. A variantı olur, doğru cavabımız. İnsanda iri ağız su vəzlərinin sayı A 6'dır. Göz qabaqlarının sayı 4'tür. Eşitmə sümüklərinin sayı 6'dır. Yerüstü boruların sayı 2'dir. Deməli, 6, o da 4, 10, o da 6, 16, o da 2, 18. X plus Y cəmini tapın. İnsanda böreklərdən keçən qanın minimum miqdarı 3 mililitrdir. Deməli, sutka ərzində 1500-1700'dür, minimumu 1500'dür. Əgər 3000'dirsə, bu 2 sutka deməkdir. Yaranan ilk sidiyin miqdarı yenə də minimumla götürsək, 150, bu olacaq 300. Son sidiyin miqdarı da 3 litr, yəni cavab olacaq 303. Bir rəqəm ilə göstərilmiş hissə üçün doğru ifadə. Bir rəqəmi yarım dairəvi kanallardır. Eşitmə funksiyasını yerinə yetirir, xeyr, müvazinətdir. 2 doğrudur. Orta qulaqda yerləşir, yanlışdır. Daxili qulaqda yerləşir, doğrudur. Vestibulyar aparatın tərkibinə daxildir, doğrudur. Yəni 2, 4 və 5. Spermatozoid yumurta hüceyrədən fərqlənir. Hərəkətli olmasına görə fərqlənir. Nüvəsində 23 xromosom olmasına görə fərqlənmir. İri olmasına görə də fərqlənmir. 3 hissədən ibarət olmasına görə fərqlənir. 4 doğrudur. Deməli 1, 4 və 6 doğrudur. Daha kiçik olmasına görə. Son parçalanma məhsullarını bədəndən çıxaran orqanlarla onların xaric etdiyi məhsullar arasındakı uyğunluğu müəyyən edin. Ağciyərlər deməli, ağciyərlər karbon qazı və suyu buxar şəklində xaric edir. Qaraciyər eritrositlərin parçalanma məhsullarıdır. Böyrəklər sidik cövhəri mineral duzların artığını. Davam edirik. Davam edirik. Deməli, situasiya ilə. Deməli, gözlərdə şikayətlənən xəstə həkimə müraciət etdi. Toran işıqda zəif gördüyünü bildirdi. Həkim ona qaraciyər, süd, yumurta sarısı, balıq görüsü məhsullarını qidalanmağı məsləhət gördü. Toran işıqda zəif görürsə, deməli bu toyuq yorluğu olacaq. Hansı vitamin çatışmazlığından əziyyət çəkirdi? A vitamini. Sutkalıq norması 1 milliqramdır. Müəyyən miqdarda bişirilmiş yerkökü insanın bu vitaminə olan 5 günlük tələbatını ödəyirsə, deməli 5 günlük tələbat 5 milliqramdır. Müəyyən miqdarda bişirilmiş yerköküdə 5 milliqramdırsa, bişirilməmişdə deməli 10 milliqramdır. Bu vitaminə olan neçə günlük tələbatını ödəyər? 10 günlük tələbatını ödəyər. 30-cu sualda da cavabımız 10 günlükdür. Benim 27'de cevap ne oldu? 27'də cavab 1'ə A, Y, 2'ə C, 3'ə B'dir. Bildim ben. Tamam. İndi sayırsınız. Mənə deyirsiniz, hesablayaq görək kimdə neçə bal oldu.
Məndə qapalıda da, açıqda da, situasiyada da hərəsindən bir səhv. Deməli, 21 düz, 1 səhv. Düz. Bəli, Sonra açıqdan 4 dənə düz, situasiyadan da 2 dənə düz. bəli, bir səhv. Tamam. Deməli, qoy reklamlar keçsin. Sənin nəticən 130-dan bizdə 65. Pis deyil, yaxşıdır. İrəliləyiş var inşallah. Düşünürəm. Sonra Mənim denən. elə bil ki 22-ci suala qədər 3 dənə səhvim var. Deməli. 50 19 əriz. 19 düz, 3 dənə səhv. Aha, sonra Sonra 22-dən 27 də daxil olmaqla bir dənə sual yazmamışam. 4 Səhvim düz. yoxdur. Aha, Situasiya hamısı düzdür. tamam. 128 tam onda 4. Maşallah, səndə də pis deyil, yaxşıdır. Mən də denəm. Məndə bir dənə qapalı səhv var, bir dənə kodlaşdırma. Bir dənə qapalı, 21 düz, 1 səhv. Açıqdan 4 dənə kodlaşdırmadan. Situasiya hamısı düzdür. Bəli, Tamam, situasiyanda düz. 139 tam onda 8. Məndə də maşallah yaxşıdır, pis deyil. İnşallah ümid edirəm ki, testləri işləyərkən əlavə köməkçi vasitələrdən istifadə eləməmisiniz. Yəni, əvvəldən də deyirəm, əgər kim eləsə, pisliyi özünə eləyəcək. Ona görə çalışın, elə şeylər eləmirik. Və inşallah növbəti dərsimizdən ümumi biologiyaya başlanğıc götürdük. İnsan biologiyasını yekunlaşdırdıq hələlik. Və ümumi biologiyadan ilk mövzumuz olacaq ali sinir fəaliyyəti. Onunla bağlı mövzunu paylaşım, bir qısa məlumat verim. Hardan haraya qədər öyrənəcəksiniz. Ondan sonra inşallah sağollaşarıq. Aha, demək ali sinir fəaliyyəti. Ümumiyyətlə, ali heyvanlarda və insanda olan sinir proseslərin cəmidir. Bu mövzuda bizim diqqət edəcəyimiz məqamlardan biri bir Seçenovun baş beyin refleksləri əsərində göstərdiyi baş beyin reflekslərinin mərhələləridir. 3 mərhələdir. Birinci mərhələ duyğu orqanlarında əmələ gələn oyanmadır. İkinci mərhələ baş beyinlə bağlıdır. Oyanma və tormozlanma nəticəsində burada yaranan qavrayış, hissiyat və təfəkkür. Və üçüncü mərhələ isə həmin o hadisələrə qarşı insanda yaranan davranış reaksiyalarıdır. 3 mərhələdən təşkil olunmuşdur. Şərti və şərtsiz reflekslər, yəni ali sinir fəaliyyətində şərti və şərtsiz reflekslər anlayışını Pavlov müəyyən etmişdir və inşallah növbəti sizdən dərsdə soruşacağım isə şərtsiz reflekslərlə başlayırıq. Ümumi xüsusiyyətləri öyrənəcəksiniz ki, nələrdir? Yəni növləri, mərkəzi və sair kimi xüsusiyyətlər.
burada verilmiştir. Əsas məsələlərdən biri şərti reflekslərdir ki, burada Pavlov onunla bağlı bir təcrübə aparır və təcrübə ilə əlaqədar bir neçə şəkil var və şəkillər üzərində sizə bəzi şeyləri diqqətinizə çatdıracağam. Deməli, Pavlov it üzərində bir təcrübə aparır. Şərti reflekslərin necə baş verdiyini müəyyən etmək üçün. Təcrübədə itin beynində qida mərkəzi, ondan sonra görmə mərkəzi və ağız suyu ifrazı mərkəzi verilmişdir və nömrələrlə onların adı da göstərilib. Birinci dəfə deməli o itin belə deyək də boğaz hissəsini deşərək belə deyək ki, bir boru qoyur ki, ağız suyu oradan gəlib xaricə axa bilsin. İlk dəfə təcrübəsində itin qabağına yemək qoyur və it yemək yeyərkən ağız suyu ifraz olunur. Buna səbəb nə idi? Buna səbəb itin ağzında, yəni dildə dad reseptorlarının oyanması, bunun beyində dad mərkəzinə təsir etməsi, yəni qida mərkəzinə təsir etməsi, o da təsir eləyir ağız suyu ifrazı mərkəzinə və ağız suyu ifrazı mərkəzdə ağız suyu vəzinə əmr göndərir, nəticədə ağız suyu ifraz olunur. Ümumilikdə bu prosesdə qida şərtsiz qıcıqlandırıcı, ağız suyunun ifrazı isə şərtsiz ağız suyu ifrazı, yəni şərtsiz ağız suyu refleksi hesab olunur. Deməli, birinci təcrübədə neynədi? Dedi ki, yemək qoydu itin ağzına, itin qabağına, it yeməyi yeyərkən ağız suyu ifraz olundu. İkinci təcrübədə itin qabağına yemək qoymur və sadəcə lampanı yandırır. Və bu zaman itin beynində görmə mərkəzi oyanır, amma qida mərkəzinə heç bir təsir olmadığına görə itdə ağız suyu ifrazı baş vermir. Növbəti təcrübələrdə yemək verməzdən yarım dəqiqə əvvəl lampanı yandırır və sonra yeməyi verir. Yarım dəqiqə əvvəl lampanı yandıranda görmə mərkəzi oyanır və daha sonra yemək verəndə qida mərkəzi də oyanır və ağız suyu ifraz olunur. Bu prosesi bir neçə dəfə təkrar etdikdən sonra itin beynində görmə və qida mərkəzləri arasında müvəqqəti bir əlaqə yaranır. Və bunu şəkildə qırıq-qırıq xətlərlə göstərir. Və sonuncu təcrübədə deyir ki, lampanı yandırır, deməli, bu zaman yemək vermir, amma ağız suyu ifrazı baş verir. Bu təcrübədə, sonuncu yəni təcrübədə lampa şərti qıcıqlandırıcı hesab olunur. Əvvəl lampa təsirsiz qıcıqlandırıcı idi. İkinci təcrübədə demişdik ki, lampa yandırılır, amma ağız suyu ifraz olunmur. O zaman təsirsiz qıcıqlandırıcı idi. Amma axırıncı təcrübədə lampa olur şərti qıcıqlandırıcı və proses şərtsiz refleks hesab olundu. Yəni, bu zaman şərti daha doğrusu üzr istəyirəm, şərti refleks hesab olundu. Bu zaman ağız suyu ifrazına səbəb olan nə idi? Görmə mərkəzi lampanı yandıranda oyanır. Görmə mərkəzi ilə qida mərkəzi arasında müvəqqəti əlaqə olduğuna görə nəticədə qida mərkəzi də oyanmış olur və o ağız suyu ifrazı mərkəzinə təsir göstərir və ağız suyunun ifrazı baş verir. Mövzumuzun ardında reflekslərin tormozlanması var. Həm şərti reflekslər, həm də şərtsiz reflekslər tormozlana bilir. Ümumiyyətlə, tormozlanmanın iki forması var. Daxili və ya şərti tormozlanma, xarici və ya şərtsiz tormozlanma. Bir dənə şeyi deyəcəm. İnşallah videonun təkrarına qulaq asanda özünüz üçün qeyd eləyərsiniz. Əgər yadınızda qalsa, elə indi də qeyd eləyə bilərsiniz. Şərti refleksdə iki cür tormozlanma ola bilir. Həm daxili tormozlanma, həm xarici tormozlanma. Amma şərtsiz refleksdə yalnız xarici tormozlanma ola bilir. Yəni, xarici tormozlanma odur ki, xaricdən hər hansı bir təsir olur, digər başqa bir refleks yaranır və nəticədə tormozlanma baş verir. Daxili tormozlanma isə yalnızca şərti refleksə aid olan bir şeydir ki, o da deyir ki, məsələn, tutaq ki, itdə şərti ağız suyu refleksi baş vermişdi. Bir neçə dəfə eyni formada lampanı yandırdıqda, yemək vermədikdə beyində həmin o yaranan müvəqqəti əlaqə kəsilir və refleks
nəticədə tormozlanmış olur. Ona biz daxili və ya şərti tormozlanma deyirik. Yalnızca şərti refleksdə baş verən bir tormozlanma formasıdır. Mövzumuzun həzminə baxım. Sizə mən deyim ki, hara qədər öyrənəcəksiniz. İlk səhifəmizi öyrənirik. Bu bir. İkinci səhifə şəkillidir. 2. Üçüncü şəkil reflekslərin tormozlanması. Üçüncü səhifə daha doğrusu dedik. Reflekslərin tormozlanması öyrənəcəksiniz. Düşüncəli fəaliyyət, nitq və təfəkkür. Yəni burada insanda nitqin yaranması nədən asılıdır? İdarə edən mərkəz nələrdir? Bunlara diqqət edəcəksiniz və 4-cü səhifədə təfəkkür əməliyyatları, burada verilən analiz, sintez, müqayisə, mücərrədləşdirmə və ümumiləşdirmə, buna aid olan nümunələr, ümumiyyətlə bu proseslər nədən ibarətdir? Onu öyrənəcəksiniz. Yəni mövzumuz həftənin bazar günü üçün olacaq emosiyalar yaddaşa qədər. Ali sinif fəaliyyətinin materialını tam şəkildə göndərərəm. Emosiyalar və yaddaşa qədər öyrənirsiniz. Testimiz olmayacaq. İnşallah bazar günü dərslikdən də paylaşaram. Orada mövzumuza aid olan maraqlı tapşırıqlar olacaq. İnşallah o tapşırıqlardan da işləyərik. Mövzu ilə bağlı çətinliyi olan, nəysə başa düşməmişsinizsə, probleminiz varsa, buyurub sual verə bilərsiniz. İnşallah çalışarıq, nəzərinizə çatdıraq. Yoxdur. Verməyim. Nuray? Müəllim, hələ mövzunu tam oxumamışam deyə belə yoxdur. İzahınızdan başa düşdüm yəni. Tamam, inşallah öyrənəndən sonra yenə də əgər probleminiz, çətinliyiniz olsa, növbəti dərsimizdə, yəni bazar günü suallarınızı verəsiniz. Çalışarıq ki, dərsin əvvəlində izahat verək. Tamam, əgər sual yoxdursa, bugünlük sağlaşa bilərik. İnşallah gələn dərsimizdə görüşənədir. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Gecəniz xeyir qalsın. Görüşürüz.